Deyir ki, utanıram deməyə, amma narahat olma. Uşaqlara bir dənə televizorda, inansam televizor yoxdur, uşaqların ürəyə partlayır. Televizoruna da yazıq uşaqlar bilmir. Çivitno yoxsa əlinə zaten bir olur, ondan da olsaydı yox. Bir dənə plazma inşallah alar əmrisi, yaxşı. Nə? Skuter, sonra? Gəldik skuter satıran yerə. Hansından istəyirsən bir özünə, birini də bacıva götür. Hansıdır skuter? Götürün. Bunu kim sürəcək indi? Onu bacım sürəcək. Sən böyük. Budur böyüsü. Hə. Bu sənin. Get, bu da sənin. Çıxarın çəldə sürək. Amma maşın vurara birdən. Bu içerdə sürək. Yaxşı. Həyətdə sürün. Nə istəyirsiniz götürün. Mağazasını. Ürəyinə ürəyin nə istəyir götür. Sən də yaxşı. Götürün. Yığın. Utanmayın. Yığın. Götür. Nasıl istəyir götür. Tamam. Bu da sizin. Götür. Uşaqlar kebab yeməyib. Yox. Belə. Hər dəfə də mən kebab alam. Bu imkanım var. Qəssab qardaşın yanına gəlmişik. Ailə, əziz qardaş, aylarla ət yemədiyini dedi mənə. Mən bir şoka düşdüm. Dedi bayramdan bayrama ət yedik. Mən də binədə soruşdum, sizi məsləhət gördülər. 3 kilo, 4 kilo bunlara ət zəhmət olmaz. Bizim ağzımızdan o değilsən. Allah razı olsun. 3 kilo əti 1 qəpiksiz verdi. Biz bunu bilsiz niyə çəkirik? Ölkəmizdə nə qədər qəssab varsa biz görmürük, hamı yaxşılıq edir. Amma ən azından bir kimsə gələndə geri çevirməz. Qardaş ibrət, Allah var ol. Ya Allah, şükürlər olsun. Bugünkü ailənin də ərzaqla uşaqların nə arzusu varsa təmin elədik. Hər kəsin üstünə düşən 5-10 manatdır. O dəstəklə bugünkü gün görün nə qədər insanlar doyur. Nəticədə bir ailəyə 800-900 manat pul gedir. Və sonraki aylarda da mənə kart atırlar, mən onların kartına pul atıram. Hər dəfə ceb çəkən deyiləm ki. Hər dəfə mən onların kirayəsinə pul atıram. Var eləsin. Uşaqlarını sevindirir. Allah da sizə belə sevindirsin. 300 manata da elə bir 3 nəfərsiz. Sağ ol. Hər əvzə 100 manat. Sağ ol. Allah razı olsun.